Deməli, müəllif buyurur ki, Allah ona rəhmət eləsin. Bizim inancımız Allah barəsində Allah Taala'nın həyatı və qayyumluğu kamildir. Allahın həyatının və qayyumluğunun kamil olmasından dolayı necə ki Allah Taala nə yatmaz, nə də mürcü vurmaz. Bu barədə öz mübarək kəlamında buyurmuşdur. Bəqərə surəsində Allah Taala buyurur ki, la ta'khuzuhu sinetun və la nawm. Onu nə mürcü vurar, nə də yuxu tutar. Yəni Allah Taala'nı nə yuxu tutar, nə də mürcü tutar. Bu onu göstərir ki, Allah Taala hər şeyə qadirdir. Allah Taala güc və qüvvət sahibidir. Yəni Allah Taala nə mürcüləməz, nə də ki yatmaz. Bu xüsusən kimə xasdır? Bu xislət insanlara. Lakin xaliqə, yaradana bu xisləti vermək olmaz. Yəni insan yatanda artıq hissiyyat qabiliyyəti itir. Heç nə hiss etmir. Bu da onu göstərir ki, yəni insanın gücsüz, yuxunun qarşısında məğlub olmasını göstərir. Lakin Allah Taala'nın təbirinə fikir verin, ayədə keçən la ta'khuzuhu buyurur ki, Allah Taala'nı yuxu tutmaz, nə də mürcü tutmaz. Yəni Allah Taala'ya yuxu və mürcü qalib gələ bilməz. Lakin insanların ən sağlam olanı olsa belə, o insanların yəni yuxusu gəlməyə mütləqdir, yəni onların yuxusu gəlir və həmçinin də mürcünün qarşısında acizdirlər. Fikir verin, müəllif Allah rəhmət eləsin. Yəni bu ayəni və bu mövzunu gətirməkdə, yəni onu göstərir ki, əqidə məsələsində, əqidə mövzusunda Allah Taala güc və qüvvət sahibidir. Allahın həyatı kamildir. Allahın qayyumluğu, qayyumluq nədir? Nəzarət etməsi. Hər şeyi nəzarət etməsi kamildir. Və o baxımdan Allah Taala Allaha yatmaq və mürcü vurmaq sifətini şamil etmək olmaz. Bu xətadır və yanlışdır.